təkəbbürün, kibrin insana birinci zərəri budur ki, bu əməl insanı küfrə aparıb çıxardır. Bəli. Hədis var, Peyğəmbərdən buyurur ki, la yədxulul cənnətə min kənə fi qalbihi misqalə zərrə min kibir. Bu ki, hər kimin qəlbində zərrə qədər təkəbbürlü hissi olarsa, o insan behişdə daxil olmaz. Yəni, təkəbbür hissi bir hissdir ki, insan dünyadan da Allah hər kəsə bir nimət verir də. Birinə bir elm, birinə bir gözəllik, birinə bir əsəblik. Bəli. Ümumiyyətlə, insan bu dünyada Allahın bütün nimətlərindən istifadə etmiş olur. Bəli. Allahın insana verdiyi nimətlərin müqabilində görürsən bir dənə təkəbbür kimi bir çirkin əməl, o pis xislət sahibi olmaq insanı aparıb küfrə salar. Dedi ki, zamanında şeytan lənətullah, o ki dedi ki, Allah sən məni yaratmısan oddan, Adəmi yaratmısan torpaqdan, mən ona sədd eləmirəm. İmam Sadiq əleyhissalam orada bir mühüm cümlə təfsiri buyurur ki, şeytan orada bir söz dedi, Allah sən məni Adəmə səcdə etmədən azad elə. Allah mən sənə elə ibadət eləyərəm ki, heç kəs gəlsin, gəlib o hədə yetişə bilməsin. Allah buyurur ki, mənim sənin ibadətə ehtiyacın yoxdur ki. Mən istəyirəm ki, sən ki sən ibadət eləyəsən, mən dedim yoluna metoddan ibadət eləyəsən. İstəyir ki, öz bildiyi metoddan ibadət eləsin. Bəli. Allah buyurur ki, xeyr. İbadət eləmək istəyirsən də mən dediyim metoddan sən Allah ibadət eləməlisən. Şeytan lənətullah burada nədir? Küfrə səbəb oldu da. Şeytan Allahın əmrindən xaric oldu və Allah'a isyan elədi. Təkəbbürün də insanın fərdi ictimai həyatında birinci insana zərəri budur ki, fərdi və ictimai həyatdan bunu tətbiq eləyir. O da budur ki, insan dünyada görürsən, ictimaiyyətə çalışır, məsələn, hamıya salam verir, məsələn, lazım gələndə qonşusu ilə olsun, qovma-əqrəbası ilə olsun, çalışıb onların mehriban olsun, xoş davransın. Amma görürsən, bir dənə təkəbbürlü hissi ilə malik olmalıq, insan aparıb küfrə salar. Bəli. İnsan görürsən, bir dənə o sifət, insanı qonşusunun arasını vurar. Bəli. Özü ölçü görür, ha? Böyle dində buna deyənlər, dinin bu təkəbbür hissin insan həyatında sosioloji məsələn bunun təsiri. Məsələn, hədis var ki, Əli əleyhissalam ki, mən təqabbərə alən-nas zəllə. Bu ki, hər kim təkəbbür hissi qapılarsa, o insan alçaldılar. Başqa elə bu ki, hər kəs təkəbbürlü olarsa, insanların nifrətinə səbəb olur. Başqa hədisdə bu ki, hər kəs təkəbbürlü olarsa, dostu olmaz. İnsanın ictimai təsirində. Cəmiyyətdə heç kəs deyə bilmər ki, istər elmli insan olsun, istər qeyri-elmli insan olsun. Bizim orada heç kəs əlin Quranı vurab deyə bilməz ki, Allaha and olsun. Məsələn, mən fəqət təkəbbürdə onu sevdirəm. Niyə görə? Çünki bu sifət insanın, hələ dini mətnlərə qoyaq, insanın fitrəti ilə bu sifət uyğun gəlmir. Bəli. Ona görə cəmiyyətdə heç kəs deyə bilmər ki, mən təkəbbür insanı, lovalı insanı sevirəm. Heç kəs deyə bilməz. Niyə? Çünki bu fitrətə zidd olan bir şeydir. Bəli. Görürsən, bir insan, bir maşını var, maşından fəxrlə davranır, təkəbbür eləyir də. Məsələn, mənim maşınım var, hər şeyim var. Məsələn, bir nəfər baxır, namaz qılan fərqi yoxdur ki. Bəli. Deyirəm, təkəbbür insanı, mən loğa insanı deyil, xoşlandıram. Yaxud bir insan elmdən təkəbbür eləyir, 5 dənə kitab oxuyub, özünü dekanda hesab eləyir. Heç kəs deyə bilməz ki, mən onu sevirəm. Hər kəsin acığı gəlir. Niyə? Çünki bir sifətdir ki, o şeytani sifət, o təkəbbür sifəti insanın fitrətinin uyğunluğu yoxdur. Ona görə hər kəs cəmiyyətdə kim bu sifətə sahib olarsa, cəmiyyət ondan qaçar.